Salam aleyküm, Əla dostumuz və digər dostlar. Salam aleyküm, xoş gördük. Nə deyərlər? Biraz bu ələ düşən fürsəti qənimət bilim, özüm biraz kitab oxuyayım. Uca səslə oxuram, internetdə oxuram. Bəlkə dostlar da istərlər mənlə bərabər oxusunlar. Onun üçün bəzi şeylərdə doğrusunu desəm özümə tozih vermək üçün beləsi olur. Çox sağ olun əziz dostum, təşəkkür edirəm Əla. Pis deyirəm, yaxçıyam. Bilirsiniz, neçə gündür başlamışam mən bu Türkçülüyün əsasları adlı kitabı oxuram. Ərəb əlifbası ilə yazılıbdır. Yazan Ziya Gökalpıdır və tərcümə eləyən adı yadımdan çıxdı. Gedim baxım da, yadımdan çıxdı, baxaram. Oktay Azəreldir. 1392-ci ildə bu kitab çapa verilibdir. Və biz dünənəcən 10-cu səhifəni oxuduq. 11-ci səhifənin də əvvəlindəki paragrafı oxudum. Çox sağ olun, var olun. Elə oradan davam verirəm. Dedim, mən doğrudan kitabı uca səsilə oxuram özümə. Dostlar da istərlər, sevərlər, qulaq asarlar və bu kitabı oxuyarlar. Çox sevinərəm. Və dediyim kimi, əgər bir məsələ də olsa, soruşsalar, bilmədiyim şeyləri axtarıram, taparam, dostlardan soruşaram və cavab verirəm. Yox, tapa bilməsəm də deyərəm, tapa bilmədim də, o da o. Mən özüm türkçü bilmirəm, türkçüdə çox zəifəm. Xüsusən fəlsəfi, sosial ya ictimai kitablarda, elmi kitablarda, türk dilində oxumaqda çox zəifoq. Çünki biz 100 ildir dilimiz günü-gündən İngiliscə dilə shrink oldu. Yəni, məsələn, Almanca cür buruşqar, suyu getdikcə, qaldıqca buruşqar azalar. Bizim dilimizdə əvəzin ki, günü-gündən çoxala, güclənə, elmi dilə çevrilə, günü-gündən elə bir ki, piləcəyin ya qoyuğun yeli boşalır. Günü-gündən keçilir bizim dilimiz. Buna görə ki, danışıq dilində dil zəif olar. Hər halda bundan geçək və kitabı başlayayım oxumağa. 11-ci səhifədən oxuram. 1-ci paragrafından rəhli, biraz rəngi yekə hərflərlə yazıbdır. Kültür və özəlliklə türk dilinin gəlişdirməsi haqda Gökalpın sözləri bizlər üçün önəmlidir. Əslində bu mütərcim ki, dedik Oktay adında dostumuzdur. Bu hörmətli insan bu Gökalpın həm kitabının köçürübdür Latin əlifbadan ərəb əlifbasına, türkçədə. Həm də o yerləri ki, Güney Azərbaycanlıların çox dərdinə dəyər, onları da highlight eləyib, altına deyək, cızıq çəkib, ya biraz şey eləyibdir, müşəxəs eləyibdir. Onlardan da biri budur. Kültür və özəlliklə, kültür ki, dedik, fərhəngidir farscası, səqafə, əgər iştibah eləmirsəm, ərəbcəsi, culture, həman kültürün ingiliscəsidir və özəlliklə, xüsusilə, məxsusən, bevicə, türk dilinin gəlişdirməsi, gəlişmə yəni inkişaf, içindən, öz içindən ağac necə dənəni əşərsiz toprağa, o dənə gəlişər. Onlar bir belə cücərər, cücərəndən sonra yekə bir ağac olacaq bir zaman. İndi girdəkandır, çinardır, almadır, nədir? O, öz içindən o gəlişər. Gəlişməsi haqda Alpın sözləri bizim üçün, bizlər üçün çox önəmlidir. Önəmlidir, yəni mühümdür. Biz üçün dünya gözəli, milli kültürümüzün gözəllikindən ibarətdir. Bu bir çox əcib sözdür. Mən də buna bir ildir iman gətirmişəm. Dünyada çox şeylər gözəldir, amma sənə nə, mənə nə?
Məsələn, filan kəsin evladı çox gözəldir. Sənə nə, mənə nə? Gözəl o şeydir ki, sənindir. Sənə aiddir, sənin ailəvə aiddir. O gözəldir. Gözəl o şeydir ki, sənin millətivə aiddir. Amerikalılar dünyanın hara gediblər, bizə nə? Amerikalılar gediblər də, biz Güneylilər nə vəzdiyox? Filan millət çox sərmayəlidir. Yenə də bizə nə? Biz dünyanın ən gözəli o zaman gözəldir ki, sizin ola, sizə təəlluq ola. Dünyanın ən çirkin uşağı sizin uşağınız olsa dünyanın ən gözəl uşağıdır. Bu qədər deyim. Dünyanın ən çirkin əşin tapasınız. Ya kişi olasınız, xanımsınız, kişi tapasınız, erkək tapasınız. Erkək olsanız bir xanım tapasınız. Onunla evlənsəz, onunla sevişsəz, onu sevsəz, dünyanın ən gözəli odur. Yəni o şey ki, əliz çatar. Əliz çatmır, xiyalız çatmır, xiyalız çatsa da filan kəsin əşi çox gözəldir. Mənə nə gözəldir? Sizə nə gözəldir? Gözəl dünyanın ən gözəli bizim üçün dünya gözəli. Yəni dünya gözəli yəni çox gözəl də. Milli kültürümüzün gözəlliyindən ibarətdir. Əgər bizim milli kültürümüz gözəl olsa, bizim üçün dünyanın ən gözəli milli kültürümüz olmalıdır. Yəni məsələn Kürtlərin birində bir şeyləri var. Ermənilərin də var. Məsihlərin də var, farsların da var, ərəblərin də var, ingilislərin də var, rusların da var, almanların da var. Hərənin özünün gözəl şeyləri var. Amma bizim üçün gözəl nə ola bilər? Ən gözəl şey bu olar ki, bizim milli kültürümüz gözəl ola. Biz mədəniyyət, irfan, diqqət buyursanız, bizim bu Abbasi Cəvadi cənabları deyir ki, biz türk dilində danışdığımız kimi yazmayaq. Nə cür ki, farsdan alırıq, o cür yazaq. Ya eşitmişik farslar nə cür yazıblar, o cür yazaq. Adət elədiyimiz kimi yazaq. Amma mənim öz nəzərim o cür deyil. Mən mötəqidəm xarici sözlükləri nə cür alırıq, o cür yazaq. Amma öz dilimizdəkiləri o cür irfan düz də ərəbcədir, amma bizimkiləşibdir. Biz irfanın yerinə bir ayrı bir kəlmə işlətmirik. Onun üçün elə bunu irfan, necə ki kitab. Düzdür ki ərəb sözüdür. Kitab, farsça deyil. Amma bunun bizim dilimizə gəlib olub kitab, kitab deyil bizdə. Onun üçün biz onu kitab yazmalıyıq. Bunu da irfan yazıbdır. Biz mədəniyyət, irfan, ekonomi, iqtisada İngiliscə və latin dillərdə ekonomi deyilir. Türkçəyə də giribdir bu da. Yəni İstanbul türkçəsində demək olar ya Türkiyə türkçəsində ekonomi iqtisadın yerinə işlənir. İqtisad ərəbcədir, özgə dildən gəlmədi. Ekonomi də Avropa dillərindən gəlmədi, yenə də özgədir. Və təhzib. Təhzib yəni təmizləmək benoyi, beləsi deyim. Nə cür deyim təhzibi? Təhzib ərəbi bir sözdür. Zəhəbə sözündəndir. Getmək. Gəlişmək anlamındadır. Yəni irfanda çox işlənir. Ruhiyyəzi, nəfsaniyyatı, yəni ruhumuzu, içimizi arıtmaq. Türkçəsi bəlkə arıtmaq olar bunun. Təhzib. Deyir ki, yəni biz türklər, Azərbaycan türkləri xüsusən, əlbəttə bu yazarımız, yəni Gökalp, deyir biz, yəni türklər, biz türklər, dünyada olan türklər. Biz mədəniyyət, irfan, ekonomi və təhzib açılarından
açı zaviyə, baxış. Yəni bu bölümlərdən deyək. Burada bölüm ya bu bizə də bu açıdan baxırıq da, yəni bu zaviyədən. Açılardan, zaviyələrdən Avropa millətlərindən çox geri qalmış olduğumuzu, yəni bunu qəbul eləyək. Bir dəfə qəbul eləyək. Biz dünyanın yap-yaxçı milləti deyirik. Biz dünyanın bədbəxt millətlərindən biriyik. Bunu gərək qəbul eləyək. O qədər bədbəxtdir ki, bir bədbəxt milləti ki, Farsda onun əli altındayıq. Diqqət buyurun. Əvvəl gərək özümüzə görə vaqiiyyətləri qəbul eləyək. Biz qəhrəman bir millət deyirik. Dədələrimiz də qəhrəman olsaydı, biz qəhrəman bir millət deyirik. Qəhrəman millət ölər, amma zülmət dözməz. Biz zülm altında yaşırıq indi. Bunu gərək qəbul eləyək. Qəbul eləyək və deyək, bu bizim bədbəxtçılığımızdır. Bundan nədir qurtarırıq? Avropa millətlərindən çox geri, əqəb qalmış. Geri qalmış, yəni əqəb mande farscası. Əqəb ərəbcədir, mande də farscadır. Onun yerinə biz geri qalmış işlədirik türkçədə. Geri qalmış olduğumuzu biz özümüz yəni geri qalmışıq. İndi eləyə bilirik, deyək, farslar bizi geriyə sal. Bəhanəni salırıq onların başına. Necə farslar dünyanı bəhanə tuturlar ki, 1400 il bundan qabaq ərəblər həmlə eləyiblər. Biz indi də onları 1400 il geçir. Biz də geri qalmışlığımızı özgələrin başına salmayacaq. Dildə kitab yoxdur. Bax, kitabı mən axtardım, tapdım, var. Sizlər də axtarsınız, var. Oxuyarıq bərabər. Qoymayıblar, indi başlayaq çıxmağa. İndi başlayaq kitab oxumağa. Elmi, türk dilində elmi kitabları oxuyaq. Çox geri qalmış olduğumuzu, həm də çox geri qalmış olduğumuzu inkar, danmaq. Türkçəsi danmaqdır. İnkar ərəbcə sözdür, farsçaya da giribdir. İnkar etməyik və mədəniyyətcə onlara yetişmək üçün bütün çox geri qalmış olduğumuzu inkar etməyik, beləsi bəlkə də yazmaq istirmiş və mədəniyyətcə onlara yetişmək üçün bütün gücümüz çalışacağıq. Etməyəcəyik, beləsi yazacağımış, mənə belə gəlir ki, çox geri qalmış olduğumuzu inkar etməyək və mədəniyyətcə onlara yetişmək üçün bütün gücümüzlə çalışacağıq. Orada yetməyəcəyik deyə yazacaqmış. Ya qələt olubdu filan, mənə belə gəlir. Çünki burada əgər çalışacağıq düz olsa, orada da yetişməyəcəyik olacaqdır. İndi mədəniyyətcə, yəni mədəniyyət sahəsində o cək orada gəlibdir, bizi aparır sahəsinə, mədəniyyət alanına, mədəniyyət ərsəsinə. Deyir, onlara yetişmək üçün bütün gücümüzlə. Yəni gücümüzü ayrı bir şeylərin üstünə qoymamalıyıq. Biz intixabat, seçkilərin üstünə güc əsla qoymamalıyıq. Çünki məsələ çox cəlibdir. Bizim dostlar indi Qərbi Azərbaycanda neçə seridi çalışırlar, neçə dövrədir çalışırlar ki, türklər məclisə geçsin. Cəlib budur, cavab verəmirlər ki, yaxçı, 4 seridi Xatəmidən bu günə qədər deyək, indi olur Xatəmidən bu günə 24 il. Hərəsi 8 il 3 nəfər gəlibdir, hərəsi 8, 3 dənə 8, 24. 24 ildə, çox sağ olun əziz dostum, 24 ildə əcəba biz eləyə bilmişik ki, Azərbaycan-ı Qərbidə Kürdlərin köçməsinin qabağını alaq. Məsələn, bu səfər nə cür ala biləcəyik? Məsələn, bunlar ki, gediblər Şuraya ala biləcəklər. Biz gücümüzü seçkilə, bunu deyirdim,
Ərəblər dünənləri bir gözəl amar verdilər. Əl-Əhvaz iyalətində, Əl-Əhvazın paytaxtı Əhvaz şəhərində Azərbaycana tay, Təbrizə tay, Urumiyyə tay çoxlu adamlar şirkət ediblər. Xüsusən bilirsiniz, orada ərəblərin topraklarında çox fars var, çox lor var, hətta türk də var. Mən bilmirəm türklər şirkət ediblər ya yox. Bizim ərəblərlə düşmənçiliyimiz yoxdur. Bunu birinci dəfə yox, bunu bir təkrar eləyək ki, biz ərəblərin nə özləri ilə, nə kültürləri ilə, nə dinləri ilə müşkülümüz yoxdur. Fərq eləməz ki, bu İranda olan ərəblər olsun, dünyada olan ərəblər olsun. Biz onlara tarix boyu hörmət qoymuşuq, onlardan da hörmət görmüşük, savaşmışıq, barışmışıq, bitib gedibdir. Ərəblər dün bu seçkilərdə Şuranın hər 13 ya 14 üzvünü də ərəb seçiblər. İndi ustandar, fərmandar, imamcümə, nümayəndə məclis, idari ittilaat və sipah pasdarın oturublar, danışırlar, deyirlər ki, səlah deyil. Şuranın üzvlərinin 14'ü də, ya 13'ü də, ya 15'i də, hər neçəsi var, ərəb olsun. Gərək azınlıq ərəblərdən qoyaq, o birisi gəlmiş köçərilərdən, yəni lorlar və farslardan, orada biz qoyaq. Niyə? Deyiblər, əgər qoysaq, ərəblər hamısı ərəb olsun, həm ərəblərin öz mənfəətinə dəyir, zərərlərinədir, diqqət buyurun, həm də o birisi millətlərin. Bunu necə Urmiyyədə deməzlər, necə Ayrıyedə deməzlər, necə biz hökumətin oyunlarını, onlar çalırlar, biz də oynuruq. Əvəzin ki, zorumuzu 1 ay, 2 ay, 3 ay, 5 ay qoyaq seçkilərə, 3 ay, 5 ay qoyaq kitab oxuyaq. 5 ayın içində 5 dana kitab oxuyarıq, nəfərə. Bunu milli bir hərəkətə çevirsək, 5 dana türkçülük haqqında, strateji haqqında, camişünasi haqqında, ekonomi haqqında 5 dana dünyanın dərdə dəyən kitabını oxuyaq. Türkçədir, özdə oxuyaq. Siz hər nə kitab deyirsiniz, mən türkçəsini taparam. Bunu oxuyaydıq. Biz dünyanı fərqli görərdik. Ekonomini, iqtisadi fərqli görərdik. Camişünasini fərqli görərdik. Stratejini fərqli görərdik. Çünki dünyada görürük. Baxın, bir var stratejini mən oturam özümə bir şeylər tərif eləyəm. Bizim bir strateji qruhumuz var. Hər kəsin orada bir şeyi stratejik bilir. Mən məsələn brainwashing-i, beyin yıxamağı stratejik bir mövzu görürəm. Dostumuz görmür. Biri iqtisadın filan məsələn seçkilərə qatılmağı stratejik biri görür. Mənə əslən mövzu deyil. Niyə? Çünki biz heç birimiz elmi baxmırıq mövzuya. Baxmırıq görək dünya gəlişibdir. Ağa, strateji yazılan kitablar 4000 il üstündən geçir. Çinlilər 4000 il bundan qabaq nizami strateji yazıblar. Nə cür düşmənə qələbə eləmək olar 4000 il bundan qabaq ona görə kitab yazıblar. İndi tərcümə olubdu Sun Tzu adında bir kitab yazandı. Elə adı da stratejidir. Bu kitab internetdə də var. Çox da azdır. 50 səfə, 60 səfə bir kitabdır. Bu kitabı biz oxusaq, hətta bilirik ki, düşmən nədir? Düşmən bizi nə cür məğlub elər? Biz düşmənin nə cür məğlubiyyət apara bilirik və nə cür zəfər qazana bilirik? Vaxtımızı qoymuşuq, milli vaxtımızı, minlər saat qoymuşuq ki, Cumhur İslamiyyə orada adam seçək, geçsin, farslar güclənsinlər, Türk adına Azərbaycanı kürdləşsinlər. Türk adına xiyabanlarımızı, şəhərlərimizi, kətlərimizi, dağlarımızı, dərələrimizi, güllərimizi, heyvanlarımızı, sularımızı, hər şeyimizi farslaşsınlar. Biz məncə çox səhvi gedirik. Bu səhvi bir yerdə dayandırmalıyıq. Aleykümselam, Əmir bəy. İndi yetişdik bura, deyir ki, biz əvvəl gərək qəbul eləyək ki, ağa, çox geri qalmış bir millətik, əqəbmanda bir millətik. Əqəbmanda millət özünə işləməz, özgələrə işlər. Cumhur İslamiyyə işlər, farslara işlər, dilin dəyişdirər,
kültürünü dəyişdirər, onun kitablarını oxuyar. Hangi dildə kitab oxusaq, o dilin sahibına xidmət eləyəcəyik. Bunu öyrəşək gərək. Çünki bizim zehnimiz nə ilə dolusa, biz onun gedəcəyik. Biz beynimizin quluyuq. Beynimizin quluyuq. Bu beynimizə nə doldursaq, nə doldursalar, biz onun qulu olacağıq. Önəmdə yaşamır ki, qulaq asan var ya yox. Mən özüm burada özümə danışıram. Özümü düşünməyə çalışıram. Dostlar da düşünərlər, düşünməzlər. Baxın, iki cürə fikir elər insan, dostum. Biri də adam yüksək səslə, mənim tay, danışar. Bu dəli deyir. Öz fikrini danışır və fikir öyrətir. Biri də insanlar içərisində qışqırar, səsi çıxmaz. Biri də adam kitabı yavaş oxur, biri də adam yüksək səslə oxur. Mən yüksək səslə oxuram. Yox, misal vurmayaq. Baxın, hərənin düşüncəsi fərqlidir. Mən ittifaqən dünən yenə dostlarla bir müşkülümüz çıxdı. Görürsünüz ki, bir dənə xanım qız əlindən öpüm, İranın orasında hamı eləyə farsı danışsa kilas qoyur. Bir dənə xanım qız vaxtın qoyur, bir dənə türkü şeiri oxuyur, dikləmə elir farsça deyirlər. Görürsünüz, bir dəfə bu xanımın bir dənə videosu çıxar ki, farsı danışır. Hamı ona fahişə falan deyirlər. Niyə? Çünki biz dediyimiz kimi eləməyibdir. Ağa, sən də yaşırsan. O da yaşır. Hamı yaşamağa məcburdur. Hamı işləməyə məcburdur. Hamı bizim kimi düşünməyə məcbur deyil. O adam ki, bizim kimi düşünmür, bizim kimi rəftar eləmir. Baxın, bu seçkilərə baxın. Mən çoxlu gördüm Türkiyədə, Amerikada, Kanadada, Avropanın müxtəlif məmləkətlərindən video götürüblər. Adamlar gedirlər Cumhuri İslaminin, Riyasət Cumhurisinin rəy verirlər. Bir iddə adam ki, istir pənahəndə ola, diqqət buyuruna, fəaliyyəti budur. Gedib durub orada deyir, sən niyə gedirsən, sən xainsən, vətənfuruşsan, filansan, söyüş, savaş. Bu adam demokrat adam deyil. Bu adam 50 ildə Amerikada, Kanadada, Avropada yaşamış olsa demokrat olmayıb, diktatordur. Deyir ki, hamı gərək mənim kimi fikirləşə. Hamı gərək mənim kimi görə dünyanı, hamı gərək mən dediyim kimi ola. Çünki mən deyirəm Cumhuri İslamiyə rəy verməyin, hamı gərək rəy verməyə, hər kəs rəy versə. Çünki mən deyirəm Şuraya vaxt verməyin, baxın, bu qələt bir yöntəmdir. Biz heç kəsə diktatorluq eləməməliyik. Bu bizim Rıza Şahdan bu günə bizim ən böyük məsələmiz budur. Mən bu iki cələsə ehtimalən Günas TV-də brainwashing-ı aparacağam bura ki, nə bizə dünyada budur. Bir şeyi bilməzsən, deməzlər yoxdur, deyərlər bilmirəm. İranda bunu bizim zehnimizə getirdiblər. Çünki yox, bilmirik, bəs yoxdur. Bunu ondan sonra da umaram gələk bura ki, diktatorluğuyla bizim brainwash eləyiblər, beynimizi yıxayıblar. Nədir? Yəni biz 100 ildir bu fikri bizim mənimsəmişik, diktator olmuşuq hamımız. Biz bu diktatorluq fikrindən çıxmalıyıq eşiyə. Və insanlara hörmət qoymalıyıq, amma çalışmalıyıq, ola ayıldaq. Amma ayıltmaq söyüşlə deyil, ehtiramınandır. Bir Azərbaycanlı, bir milli hərəkətçi hamıya hörmət qoyacaqdır. Sabahları savaşsaq, biri mənə güllə atsa, mən güllə atacağam. Çünki nəfsidən difa eləmək bir dənə dünyada haqq edir, tanınıbdır. Amma o zaman ki güllə atmayıb, mən ona gülləcəyəm, ona xoş baxacağam, xoş görəcəyəm, deyəcəyəm, o da mənə tay toğlanıb. Mən bir zaman toğlanmışdım, bir zaman ayılmışam. O hələ toğlanmayıb, onda ayıldarıq. Amma mən ona söyüş verməklə ona ayıtmaram. Mən ona fahişə deməklə ona ayıtmaram. Onu düşmən elərəm. Hər kəs də qulaq asa deyər, Azərbaycanlılar bunlardılar. Bu əski adamlardılar. Ki, bir dana xanım ki, tamam şeirlərin türkü oxuyubdur, bir dana şeir farsı oxuyubdur, ona deyir fahişə. O birislərə demir, fars danışanlara, farslara demir, baxın, bu adamlara deyir ki, bu rizalət əxlaqıdır əslən. Bu rizalət əxlaqıdır. Yəni, bu adam əslində Azərbaycançı və türk deyil. Bu adam əslində Azərbaycan zidli bir insandır, amma giribdir, istir Azərbaycanı xərab eləyir, nəcür söyüş yazır hamıya. Hamıya söyüş deyir. Biədəbdir.
Azərbaycan belə bir adam istəmir. Azərbaycan kültürlü, mərifətli, ehtiram qoyan bir insan istədir ki, dünyanın hər kəsi bu adamın yazısına baxsa desin, bax, məzlum adam belə olar, amma ədəbinə bax. Bununla belə ki, farslar buna zülm edir, amma bu adam o günəcən ki, güllə atmayıblar, güllə atmayacaq. O gün ki, başladı güllə atmağa, düşmən güllə atsa, güllə atacaq. Amma güllə atmayanı öldürməyəcək farsı. Erməni də bu cürdür. Kürt də bu cürdür. Biz insanları üçün dini, soyu bizlə fərqli düşmən deyil o. Çün bizi düşmən fərz edir və bizi vurur, biz düşmən oluruq. Çün toprağımızı işgal edir, biz düşmənlik edirik. Bizim erməni ilə müşkülümüz yoxdur. Əgər bizim torpaqlarımızdan çəkilsə dalıya, qurtuldu getdi, biz onlarla qonşuyuq. Bəlkə qız verərik, qız alarıq. İqtisadımızı algecimizi eləyərik. Biz onları sürgünə göndərə bilmərik. Onlar necə ki, bizi sürgünə göndərə bilməzlər. Tamam. Bu bəhsizdən çıxaq eşiyə. Pəs, öz geri qalmışlığımızı bilək və mədəniyyətcə onlara yetişmək üçün bütün gücümüzlə çalışacağıq. Yəni biz Avropa deyirik ki, demokrasini bilirlər, hüquqi bəşəri bilirlər, şikəncə eləmirlər, sansur yoxdur, diktatörlük yoxdur. Calibdir. Burada neçə şeyi, sualı soruşmaq olmaz insanlardan. 1. Qızsan, oğlansan. Erkəksən, dişisən. Hətta qeysən ya da bunu soruşmaq olmaz. Bəlli olmaz. Bir adamın mümkündür zahiri erkək görsənə, amma qız ola əslində, xanım ola. Birinin də zahiri dişi, xanım görsənə, amma əslində oğlandır. Biri də nə oğlandır, nə qızdır. Biri də gedib özünü oğlan eləyibdir, biri də gedib özünü qız eləyibdir. Biri də əslən oğlan da, amma istir oğlanla evlənsin, biri də qız da istir qızla evlənsin. Bunlar şəxsi bir şeylərdirlər. Bunları biz deyənmər, filan kəs fahişədir. Niyə? Çünki mən, məsələn, kişiyəm, istəyirəm bir xanımla bərabər olam. Mən beliyəm. O da o cürdür. Onun əlində deyil. Mən ittifaqən özüm bunu bilmirdim, dəlil nədir. Məcbur oldum ki, Stanford Üniversitesinin YouTube'da şeyi var. Human Behavior. İnsanların rəftarı. Orada gəlir deyir ki, bizim bir kromozomumuzun içində filan jenimiz belə olsa, biz gay olarıq. Qızımız zahirdə qız olar, amma əslində oğlandır. Zahiri hər şeyi baxsaz, nənə yuvanda da baxır, görür ki, qızdır. Amma bunun əsli içi oğlandır. Bir dənə jen dəyişibdir. Jenimizin biri. DNA-miz biraz o yüz olsa belə olarıq, biraz böz olsa belə olarıq. Biz bunları qəzavət eləməməliyik. Biz insanları bunlarla qəzavət eləyirik, mütəəssifanə. Bu geri qalmaq əlamətidir. Baxın, indi məsələn mənim mırıq olam, buram cırıq ola, çeri olam, keçələm. Bizim İranda bunlar eybidir. Adam biraz köhdü eybidir. Adam biraz arıqdı eybidir. Niyə eybidir bunlar? Ağa, bu Amerikada belə gəliblər insanlar bu videolarda, filmlərdə, bu ildə bir neçə seri cəşn qoyurlar. Adam gəlir, deyir, bax, mən bax fərqliyəm, bax, bu adam geydir, yəni oğlan oğlanla, lezbiyendir, qız qızla evlənmək istir, yatmaq istir. İstəmir ki, cinsi müxalifinə yata. Bax, bunu gəlir, bir dənə cəşn tuturlar, orada demir ki, bu adam pisdir. Gəlir, deyir ki, bu adam da belə istir yaşayam, mən buna hörmət qoymalıyam. Görürsünüz ki, müxtəlif maskalar vururlar üzlərinə, paltarlar giyirlər. Heç kəs demir ki, məsələn, bu canavardır, bu ayıdır, bu eşşəkdir, bu doğuzdur, bu hər nə mənə pis şey deyilsin. Hətta üzr istəyirəm, insanların o özlərindən eşiyə verdikləri, onun belə mücəssəməsini düzəldir, qoyur üzünə. Yəni, nə, məsələn, nə olsun? Niyə biz bu insanları qəzavət edirik? Niyə insanların görüşü ilə, maskı ilə qəzavət edirik? Biri bizə görsə yaxşı adamdır. Biri biraz xoş danışsa bu ağıllıdır. Bunun
dalda da əqlin bir görüşüntüsü var. Biz bunları görməliyik. Hər halda buradan çıxaq. Fəqət kültür açısından, açı dedik zaviyə, kültür açısından heç bir milləti özümüzdən üstün görmürük. Baxın, bunu yazan türkçüdür ha. İranda bu adama deyirlər nə mənə? Faşist. Mən qorxumdan bu kitabı oxumurdum illər boyu. Buna görə indi başlamışam bunu oxumağa. Buna görə ki, həm özüm, həm sizlər ki, bunu qulaq asacaqsınız, bu kitabla oxuyacaqsınız. Görəsiniz ki, bu adam dedi ki, biz gərək qəbul eləyək ki, geri qalmışıq. Özgələrin başına salmaqla müşkil həll olmaz. Özgələrdən də mədəd umub bu batlaqdan çıxmaq olmaz. Batlaq türkçədir, bilirsiniz. Batlaqdan çıxmaq olmaz. Biz özümüzün əlindən yapışıb bu batlaqdan çəkəcəyik, millət eləyəcəyik. Bu geri qalmışlıqdan çıxacağıq. Deyir ki, kültür açısından heç bir milləti özümüzdən üstün görmürük. Yəni, deyək ki, bizim dilimiz dünyada hamam dillərdən yaxçıdır, farslar kimi. Belə bir şey yoxdur. Necə ki, ingilislərdə belə bir şey yoxdur. Calidir, biz gəlmişik bura, Kanadaya. Burada İngilisi danışırlar, Fransa danışırlar, neytivlər danışırlar. Hər millət də ki, bura köçübdə öz dilini danışır. Məsələn, ləhcə ilə, mən İran ləhcəsi ilə, mütəəssifanə, fars ləhcəsi ilə İngilisi danışıram. Danışdığımı, başardığımı. Heç kəs mənə demir. Hətta başarmıram, bəzən qələt danışıram. Adamlar mənə demirlər, deyəndə ki, üzr istəyirəm, excuse me, English is not my language, mənim dilim deyil. Adam deyir ki, you know two languages. Sən iki dil başarırsan. Sən heç olmasa ingilisini sınıq da olsa danışırsan. Xoş sənin halva ki, danışa bilirsən. Mən məsələn türkcəni əslən danışamıram. Məsələn bilmirəm türkcə nədir olar. Amma İranda sizə ləhcədar deyə sizi təhqir edirlər. Bu kültürlərin fərqidir. Çünki kültür açısından heç bir milləti özümüzdən üstün görmürük. Heç bir millət bizdən üstün deyil. Bizə görə türk kültürü dünyaya gəlişmiş və gələcək olanların ən gözəlidir. Dedik, orada üstə dedik, o şey ki mənə aiddir, gözəldir. O birislərin dili gözəldir, mənə nə? Farsı dili şirindəyi qətli baldır, mənə nə? Mənə zəhərdir. Çünki mənim dilim mənə şirindir. Pəs, çünki bizə görə, yəni bizim fikrimizə əsasən türk kültürü, türkün kültürü, fərhəng farsça deyirlər, səqafə ərəbcə, dünyaya gəlmiş və gələcək olanların ən gözəlidir. Dünya üzünə gəlmiş və sonralar dünya üzünə hər nə ki gələcəkdir milyonlar il sonra, onların ən gözəli bizim türkçə kültürümüzdür. Niyə? Çünki mənimdir, mənim malımdır, mənim canımdır, mənim ürəyimdir, mənim yekəldığımdır. Biz özümüzü, necə evladımız bizim evladımız, nənə bizim nənəmiz, mümkündür mənim nənəmə heç kəs deməyə gözəldir. Dədəmə mümkündür hamı deyə çirkin, pıntı filan. Mənim dədəm dünyanın ən gözəl dədəsi, ən ağıllı dədəsi. Niyə? Çünki mənimdir. Biz özümüzünkinə sahib çıxmalıyıq. Özgəninkinin həsrətini yesaq nə olar? Özgənin dədəsi milyarderdir. Mənə nə? Milyarderindən mənə verir. Özgənin qızı çox gözəldir. Mənə nə? Qızın mənə verir. Özgənin yaxçı maşını var. Mənə nə? Özgənin yaxçı, mənim evim, bir dənə otağı var, tökülür divarı. Amma mənim evimdir, gözəldir. Çünki mənə aiddir. Mənim burada haqqım var. İngilis dili, fars dili, alman dili, rus dili gözəldirlər. Tamam. Mənə nə? Mənə aid deyil. Mənə aid olmadığı üçün gözəl deyil. Dünyanın ən gözəli nədir? Mənim öz dilimdir, türk dilidir. Türk kültürüdür. Buna görə
Dünya gəlmiş, da bunları bilirdik, ona görə demədim. Buna görə nə fransız kültürünün, nə də alman kültürünün təqlidçisi və uyruğu olmamız imkanı yoxdur. Diqqət buyurun. Görün nə gözəl bir-birinin sözünü düzəldir. Yəni bu dəlilə görə ki, hər nə gözəl olsa və bizə aid olsa o gözəldir. O yaxçıdır. O sevməlidir. Dünyanın ən gözəli də odur. Buna görə nə Fransalıların kültürü, fransız kültürü, yəni Fransalilərin kültürü, nə Alman kültürünün təqlidçisi və uyruğu olmamıza imkan yoxdur. Biz onlardan imkanı yoxdur, onlardan təqlid eləyək. Alman dili çox qəni dildir, fəlsəfə dilidir. İngilis dili çox qəni dilidir. Rus dili də qəni dildir, Fransa dili, o birisi ərəbcə də qəni dildir. Amma Allah sahiblərine hizmet eləsin. Biz onların təqlidçisi olmayacağıq. O kültürlərin. Və uyruğu olmamıza imkan yoxdur. Mən uyruq heç bilmirəm nədir. İcazə buyurun bunu Google eləyək. Gör, mənim də bu telefonumun interneti yoxdur. O birisi telefonumun interneti var. Fikirəm quyruq yerinə yazıbdı. Bir də dalısıca sürünən. O mənada burada yazıbdı. Mənə belə gəlir. Amma bunu mən yazım və baxaram yenə də hətta bu səhifənin altında yazaram bunu. Dedi uyruğu. Uyruğu. Tamam. Görürük ki bu uyruq türkcə. Dedim bunu belə bir sözcükləri axtarıb tapmaq, mənasını bilmək üçün. Dostlar, bir dənə türkcə sözlük var. Google yazanda elə türkcə sözcük gəlir. Orada bir yeri var, orada yazırsınız. Onu yazanda lüğəti göstərir. Əgər qələt yazsaq, orada deyir ki, bu yoxdur, amma buna bənzərləri bulardı. O bənzərlərin içindən o əsli sözü tapırsınız və səsli qoyub orada. Səsini də bilirsiniz, mənasını da yazıbdır. Çox gözəldir bu lüğətnamə. Ya sözlük. Biz onları da digər kültürlər kimi yalnız millətlərinə məxsus özəl kültürlər sayaraq və onlardan digər kültürlər kimi egzotik bir zövq ilə ləzzət alırıq. Diqqət buyur. Deyir ki, biz o birisi kültürlər bizim deyil. Bizim kültürümüz dünyanın ən kültürüdür, üçün bizimdir. İndi diqqət buyurun, görün nə əlavə edir. Deyir, biz onları da digər kültürlər kimi, biz Fransa, Alman, Rus, İngilis, Ərəb kültürlərin də o birisi digər kültürlər kimi, digər farsça sözdür nəzərə gələn, genə söz lüğətşünaslar gərək bunu deyələr. Amma türkcəyə giribdir, türkcədə bunu işlədirlər. Artıq türkcə kəlmədir. Digər kültürlər kimi yalnız farsçası olur tənha. Yalnız millətlərinə məxsus özəl kültürlər sayaq. Biz bu kültürü, yəni Fransa, Alman, Rus, bunları öz millətlərinə məxsus və özəl kültür sayaraq. Yəni o millətlərin özlərinə məxsusdur və öz millətlərinə özəldir. Özəl eləcində məxsusun, vicənin şeyidir. Həm mənasıdır. Türkcəsidir. İndi millətlərinə məxsus özəl. Yəni o millətlərin özlərinə aid, burada məxsus aid, özəl burada vicə anlamında gəlir. Özəl kültürlər sayaraq, biz onları kültür sayırıq, deyirik bir kültürdür, onların özlərinə aiddir və onlardan digər kültürlər kimi egzotik bir zövq ilə ləzzət alırıq. Biz o fərhənglərdən, o kültürlərdən, Fransa, Alman, Rus, hər nə olur olsun, digərləri, onlardan egzotik bir zövq ilə
ləzzət alırıq. Zövq zövqdur, dadmaq, amma yəni içimizdə bir şey var, bəzi şeylərdən bizə ləzzət verir, dadır. O hissi ki, onu dadır, ona biz zövq deyirik. Zaiqə də dilimizin, ağzımızın içindəki olan hisslərə deyirik zaiqə. Çünki bizə deyir ki, bu ağzımıza aldığımız nə dadı verir. Dad da Türkiyədə şirinə deyirlər. Bizdə dad hər cürə bir şey ki, ağzımızda məzələri dəyişdirə, ona dad deyirik. Bizdə dad belədir. Türkiyədə dad şirinə, tatlı, məzər istəyirəm, tatlı o gəlir, amma bilirsiniz, o tatla dad eynidir. Mütəaddi tığa çevrilir. Bizim öz dilimizdə də bu cür şey çoxdur ki, tığa çevrilir. Egzotik demək nədir? Bu da bir xas ləzzətdir. Mən yenə də bunu baxaram, egzotiki də deyərəm nədir? Dəqiqən, çünki bu egzotikin ingiliscədə bir ayrı mənası var. Onu inanmıram burada o məfhumda işlədə. Egzotik kəlməsinə baxaram, yenə də ərz edərəm. Ləzzət alırıq. Ləzzət də ərəbcə sözdür. Ərəbcədən gəlibdir, bizim türkcəmizdə də gəlibdir. Almaq da ki, bilirik. İndi burada dostumuz bu kitabı yazan bir neçə paragrafın rəngin iki paragrafın rəngin dəyişdirir ki, bura mühümmüdür. Heç bir dilə objektiv olaraq digər dillərdən daha gözəldir deyə bilmirik. Diqqət buyurun, deyir ki, biz heç objektiv olaraq, yəni obje dedikdə burada olur, beyində olanlar. Ət yox ha, fikir, təsəvvür, düşüncə, fəlsəfə, bu cür şeylər ki, beyində olur, eşikdə olmur. Deyir ki, objektiv olaraq, yəni qeyri-qabil rəms olan bir şeylər heç bir dilə digər dillərdən daha gözəldir demək olmaz. Demək olmaz ki, bu dil o dildən gözəldir. Çünki hər dilin özünün bir gözəllikləri vardır və gözəldir. Və hər dildə bir şeylər, məsələn, fars dilində şeir, qəzəl, qəsidə, həmasə şeiri, bunlar inkişaf eləyiblər. Amma fəlsəfə, ədəb, məsələn, hətta şeirin özünün elmi, şeirin elmi inkişaf eləməyibdir fars dilində. Ərəb dilindədir. Ərəb dilində fəlsəfə, yəni ərəb dilində çox şeylər inkişaf eləyib. İngiliscədə, məsələn, deyək, Fransızcədə, məsələn, deyək ki, Almancada bildiyimiz fəlsəfə çox inkişaf eləyibdir. İngiliscədə texnoloji çox inkişaf eləyibdir. Necə ki, ədəbiyyat da çox inkişaf eləyibdir. Elmlərin hamısı inkişaf eləyibdir. Yəni, amma yap belə zəif dil ki, bizim nə hangi dili deyirsiniz ki, məsələn, 50 nəfər ondan danışır, deyənməzsiniz ki, o dil, 50 nəfərin dili İngilis dilinə görə gözəl deyil. Niyə? 50 nəfərin dili gözəl ola bilməzmi? Bu bir qəzavətdir. Baxın, buna görə deyirəm, camiə şünasi ki, İranda bizə öyrədiblər, nəcad pərəstanədir. Bizə belə öyrətməyiblər ki, deyək, bu dilinlə o dilin heç fərqi yoxdur. O da dildir, bu da dildir. İnsanların təcrübələri və dünya görüşləri əsasına bir dil inkişaf eləyib gəlib bir mərhələyə çatıbdır. Məsələn, deyirlər, Avustraliyada bir dil var. Bunlarda cəhətlər, səmtilər əsasdır. Çünki orada saat yoxdur, qutbunma yoxdur, çöllükdür özü də. Bu insanların gözlərini bağlırlar, qoyurlar maşına, bu maşını 20 dəqiqə fırlandırırlar. Sonra gedir, yenə də yolda fırlanır, 1000 cürə fırlanır. 3 saat fırlanandan sonra bir yerdə dururlar, bu adamın gözünü açırlar.
Dövrədə nə ağac var, nə dağ var, nə bir əlamət var. Bu adama deyirlər ki, hara gedəcəyik? Ya məsələn, şimal haradır, quzey haradır, güney haradır, şərq haradır, qərb haradır, ya doğu, batı haradır. Adam şək eləmir. Durduğu ləhzə orada deyir ki, bura quzeydir, dalımız güneydir. Məsələn, sağ tərəfimiz gün çıxandır, sol tərəfimizdə gün batandır. Bunların 500 nəfər məsələn adamları var. Deyək ki, bu kültür məsələn ingilisdən zəifdir. Niyə deyək? Nə əsasla deyək? Hangi qəzavətə bağlı bunu deyək? Biz o kültürü yaşamamışıq. Yaşasaq belə, yenə də olmaz ki, deyək, hə, məsələn şeydir. Onlar bir mərhələdədirlər, biz bir ayrı mərhələdəyik. Nəhayətdə məsələn deyək ki, Amerikalılar, İngilislər gedirlər göy kürələrinə, göydəki kürələrə. Biz hələ feylən yerdəki kürədə qalmışıq, heç bilmirik ki, məsələn, elm nədir, teknoloji nədir, hələ bunların çoxunu bilmirik. Fəlsəfə nədir. Amma bu təfavütlər insanların səthi savadına, kitablarına, oxumaqlarına bağlıdır, yoxsa çox da fərq eləməz. Pəs bundan belə gəldik. Bu adam ki, müttəhəmdir faşistlığa deyir ki, heç bir dil o birisi dillərdən, digər dillərdən daha gözəldir demək olmaz. Deyə bilmərik. Hər dilin özünə məxsus bir gözəlliyi vardır. Mən heç bunu özümdən demişdim, kaş deməyeydim. Çoxun heç bundan buraya deməyim. Çünki bilirəm bu adam hər kəlməni özü izah, təşrih eləyəcək, açacaqdır. Ona görə qoyaq, kitab oxuyaq. Hər dilin özünə məxsus bir gözəlliyi vardır. Hər millət subjektiv zehni. İndi mən burada bir şeyi iştibah demişəm. Diqqət buyurun. Objektivi zehni dedim. Objektiv, yəni eşikdə olanlar. Əşyalar. Mən bunu objektiv işlətsəm daha yaxşıdır. İngiliscəsini bildiyim üçün. İngiliscə objektiv, yəni əşya. Objektiv də bunun türkçəsidir və farscada da belə işlənir. Subjektiv də yəni zehni. Beyində olanlar. Pəs biz eşikdə gördüklərimizin içində belə cümləni belə islah eləsək. Heç bir dil objektiv olaraq, yəni eşikdə biz gördüyümüz əsasına deyə bilmərik ki, o birisindən daha gözəldir. Hər dilin özünə məxsus bir gözəlliyi vardır. Hər millət subjektiv olaraq, zehni olaraq, yəni zehnidə fikir, xiyal, düşüncə, fəlsəfə, bunlar, ət yox, o beyindəki o yağ yox, piy yox. Öz dilini daha gözəl görər. Dedim, hər kəsən öz dilin, öz kültürün, özün. Hə, bizə İranda bir məruzçılıq gəlibdir. Down, yəni aşağılamaq. Bu bir dənə məruzçılıqdır. Bir insanlar ki, radioda, televizyonda, iş yerində, mədrəsədə, danışqahda təhqir olalar. Bunlarda down olar. Yəni, bir dənə məruzçılıqdır. Əslən, bu rəvanşünası bir məruzçılıqdır. Sympatimi tapılar, əlaimi tapılar. Təhqir, hiqarət, görünmə əlaimi tapılar. Bunlar buna görə ki, bu hiqarətdən çıxsınlar, dillərin çalışarlar o təhqir eləyən dilindən danışarlar. Onu ləhcəsiz danışarlar. Çalışarlar ki, bir şeylərlə özlərin onların səthinə yetirsinlər. Məsələn, pul gərək ola. Pulu nə cür gətirəcəyik mühüm deyil. İndi özümüzü satacağıq, meydəmizi satacağıq, kulyəmizi satacağıq, namusumuzu satacağıq, özcüyə hər nə iş görəcəyik, bir oğurluq eləyəcəyik, ixtilas eləyəcəyik, mühüm deyil. Mühüm budur ki, bu pulu qazanaq ki, istəyirik o boşluğu, o təhqiri dolduraq. O təhqiri bu pulla dolduraq, şəxsiyyətimizlə yox. Çünki şəxsiyyətimizi sındırmışıq, onlara icazə vermişik, bizi sındırarlar. Onların qabağında duranmadığımız, dursaq ehsası güc elərik. Amma durmadığımız üçün onların qabağında hiqarəti onlara hiss elətdirmişik. İndi nə eləməliyik? Burnumuzu əməl eləməliyik, gözümüzü əməl eləməliyik. Niyə? Məsələn, bir xanım niyə çox özünü əməl elətdirir? Bir oğlan niyə özünü çox əməl elətdirir? Onun nəzərinə gəlir ki, mən gözəl deyiləm, mən çirkinəm. Mənə insanlar saymırlar. İnsanlar saysalar niyəsə? Mən istəyirəm, çox insanlar mənə hürmət qoyalar.
Bu hürmət qoymaq üçün mən nə etməliyəm? Mənim burnum yekə olsa, məsələn mənim bu xudqarca uzunluqda o burnum olsa nə olar məsələn? 5 nəfərin, 100 nəfər heç kəsin məndən xoşu gəlməsin. Olsun, nə olsun? Xoşu gəlməsin. Mən bunu dəyişdirirəm ki, xoşları gəlsin ki, nə olsun? Məsələn, hamı gəlsin məni alsın, mən hamını alım. Axı bu nə düşüncədir? Təbii, hər insan gözəlliyi istəyir daha gözəl görsənsin. Bu başqa bir şey. Amma bunun əsası bu olmalıdır ki, mən gözələm, istəyirəm gözəl görsənəm. Məsələn, matik sürtürəm, qaşımı düzəldirəm. Məsələn, Həzrəti Məhəmməd xına vurardı baş gözünə, saqqalına və gözlərinə sürmə çəkərdi. Gözəl görsənsin. Tamam. Gözəl görsənmək lazım deyil ki, mən dırnaqlarımı məsələn fəqət xanımlar motiv lak vuralar. Mən vursam məsələn nə olar? Xanım olam. Əgər bir şey gözəllikdir, kişi arvadı yoxdur. Onun hamıya tükü uzaldırıq başı. Adamlara deyirlər ki, falan o. Aha, tükün uzalması xanımda gözəllikdir, kişidə yox. Əgər başı təhdən vurmaq gözəllikdir, xanıma da gözəllikdir, kişiyə də. İttifaqən mən çox xanımlar görmüşəm bu Kanadada kültürlərin fərqli olduğu üçün dedim. Məsələn, Afrikalıların bir tedadı xanımları başların diğə ilə vurarlar və zeytun yağı ilə yağlarlar. Mən bunları həm Pənahəndə olanda, Türkiyədə, kəmpidə yaşayanda görmüşəm. Çox gözəl görünürlər. Həm də bir də sərətan tutmuş xanımları görmüşəm ki, başlarını təhdən vurublar, çox gözəl görüblər. Gözəllik meyarı adamdan adama fərq elər. Amma bu gözəlliyi o hiqarət mərsiliğindən qurtulmaq gərəkir. Tamam, mənim burnum əyridir. Vurublar, sınıbdır. Bunu gedib düzəlsəm okeydir. Amma hamı bu günləri İranda bir standart burun qoyublar. Hər kəsə baxırsan burunların hamısı bir-birinə bənzir. İttifaqən indi bitir olubdur ki, İranda burunlar üzə yaraşmır. Burun gözə yaraşmır. Burun üzə görə çox çıqqılıdır. Bu nişanəsi budur ki, bunun şeyin nişanəsi. Bu insanlarda bir rəvani mərsizlik var. O rəvani mərsizliğə qələbə eləmək üçün bəzi adam gedir özünü öldürür. Bu adam özünü öldürmür. Gedir oğurluq edir, pul qazanır. Gedir üzün əməl edir, gözün əməl edir, boynun əməl edir. Nəyə? Buna görə ki, mənə ərim sevsin, ya ərim sevməsə bir ayrısı sevsin. Mənə bir oğlan dostu tapılsın, ərimdən sonra 5 dənə də oğlan dostum olsun. Oğlanlar da gedirlər, başım gözünə 1000 dənə oyun gətirir ki, mən məsələn bir ayrı xanımımdan sonra ya qız dostumdan sonra bir 10 dənə də ayrı xanımla dostum ol. Bu nişan, bunun dəlili, səbəbi budur ki, biz down olmuşuq. Təhqir olmuşuq. Bu təhqiri doldurmaq üçün bir işlər görürük. Bu işlərlə istəyirik ki, o hiqarət olunmuş parçamızı dolduraq. Yoxsa tabii insan başını darar, əl-üzün yuvar, özün bəzər, təmiz paltar giyər. Bəzəmaq deyirik. Amma özümüzü ayrı adama çevirək ki, özümüz də özümüzü tanımayaq, heç kəs də bizi tanımasın, getəcəyimizlə indimizin fərqi olsun. Tamam, fikirdə bu çox mühümdür. Kanadada bu iş yoxdur, Amerikada yoxdur. Yəni siz Amerikada 350 milyon adam yaşır. Bir dənə amar gördüm şeydə, deyirdi ki, məsələn, bir ilin adını gətiribdi, amma indi yadımda deyil. Mən onu screenshot almışam ki, şey olsun, saxlayam, bir zaman istifadə eləyəm. Deyir ki, filan ildə İranda ki 80 milyon adam var, orada üz-gözlərinə əməl eləyən insanların sayı Amerika ki 350 milyon cəmiyyət var, ondan bərabərdir. İranda döşkürası olanların sayı Amerika ki 350 milyonda ondan neçə qat çoxdur, neçə qat çoxdur. Amerikada ki 50 neçə iyaləti var və 350 milyon cəmiyyəti var. Danışqahların sayı İrandan azdır. Danışqahların sayı İrandan azdır. Tamam, bunun sonucu nə? Burada bəllidir ki, bu millətdə bir hissi hiqarət var.
Bu hissi hiqarəti doldurmaq üçün hamı döhdüra danışgahı, Peyam-ı-Nur danışgahı. Xob, nə oldu? Siz buradan nə çıxdı? Sən Peyam-ı-Nur danışgahı ya əsən getdin danışgaha. Döhdüra almısan. Bir dana bir cümlə yaz görək bir. Bir ana dilində bir şeyi bir tozih ver görək elmi. Bunlar göstərir ki, biz bir növ hiqarətə mübtəla olmuşuq. Bu kitab onu deyir. Hər millət subjektiv, zehni olaraq öz dilini daha gözəl görər. Hər şeyini gözəl görər. Əgər mən özümü gözəl görməsəm, vay mənim halıma. Mən özümlə barış deyiləm, dünya ilə necə barışacağam? Yəni mən bu keçəlliyimi qəbul eləməsəm, yaşaya bilmərəm. Ya gərək edəm özümü öldürüm, ya gedəm tük əhdirəm. Nə olsun? Yəni məsələn nə olsun? Mən tük əhdirəndə dəyişəcəyəm. Mümkündür bir dana xanım mənə baxır, hə gözəldir. Tamam, nə oldu? Mən nəhayətdə bir xanımla evlənə bilirəm, evlənə. Boşanmışam əlbəttə. Evet. Evet. Bizdə diqqət buyurun, biz istəyirik kilaslı danışaq deyirik. Bəli. Bəli farsça sözdür. Ərəbcədən də əslində bəla sözündəndir. Oradan gəlibdir. Farsıya giribdir. Bizdə hän ədəbsizdir, amma hän. Ədəbsiz yox, deyək ki, biraz əşadır, amma hän. Amma evet, bunun şeyidir, türkcəsidir. Bəli, farsçasıdır. Biz bunu danışmamalıyıq, bəli deməməliyik. Evet, bəli. Ərəbcə gözəl bildirdi. Misal vurur. Ərəbcə gözəl bildirdi. Farsca da gözəl bir dildir. Fars da gözəldir. Fəqət bu dillər ən çox öz millətlərinə gözəl görünür. İndi diqqət buyurun. Çin dilin heç birimiz bilmirik. Musiqisindən danışmıram, dilindən. O orada danışır, bizə də Çin çansın. Məskər eləyirik. O dil dünya gözəli bir dildir. Çinlilərin dilidir çox. Biz baş tapırıq. İndi bir nəfər məsələn deyək ki, Malaya dilində danışır. Biz tüm Malaya dili eşitməmişik, heç bilmirik nədir bu. O adam o dilin gözəlliğini bilər ki, o dili işlədə, o dili bilə, o dili zərif qismətlərini xüsusən bilsə, şey olar. Bizim üçün də ən gözəl görünən dil türkcədir. Bizim üçün ki, türküq, dünyada ən gözəl görünən dil türk dilidir bizim üçün. Niyə bizimdir? Mən bu dilə malikəm. Bu dil mənim hüviyyətimdir, kimliğimdir, içimdir, canımdır. Mən dünyanı bununla düşünürəm. Kəlmələrin, kiplərin, adatların, kəlmələrin, kiplərin, adatların, tamamların gözəlliyi öz dillərinə uranladır. İndi, pəs kəlmələrin, hər kəlmənin yəni, kiplərin, qoyun mən bunu yazım, bu kip də calib bir kəlmədir, mən bunu kiplərin latincəsində yazım ki, bunu düz oxuya bilim orada. Kəlmələrin, kiplərin, ədatların, ədatlar tək-tək məsələn hərflər filanlar onlara deyilir. Tamamların gözəlliyi. Burada bilmirəm, mən bunu ya oxuyamirəm, ya kəlmə qələt yazılıb nəzərimə. Tamamaların. Bəlkə də bu bir xas lüğət olar. Mən bunu da yazım. Bir də baxın buna. Hara getdi? Tamlamaların. Tamlamaların yəni o
mənim nəzərimə gələn belə olur ki, muzaf, muzafə ileyh məsələn. Muzaf, muzafun ileyh. Bunlar tamamlar. Ya məsələn bizdə deyirik, bizim indi Güney Azərbaycanın ədəbiyyatçıları, dilçiləri deyirlər ki, nə mənə? Kəlmə. Bunlara deyirlər ki, sona kəlmənin izafə olur. Ona bir gözəl bir istilah qoyublar. Mən onu da taparam, deyərəm xidmətinizə. Gözəlliyi öz dillərinə oranlarıdır. Öz dillərinə olanlarıdır məncə, amma burada oran yazılıbdır. Oran əndazə tutmaqdır bir şeyi, amma burada bilmirəm necə gəlib bu cümlə. Əslində bu cümləni bilmədim. Bu cümləni gərək mən oxuyam. Dostlardan əgər bilən varsa bunu desinlər, mən də öyrənim. Bunlar ancaq öz dilləri içində gözəldilər. Bu hər kəlmənin, dilin hər vahidi, bunlar dilin vahidləri olacaq. Dilin içində olan kəlmə, cümlə, muzaf, muzafileyh, nə bilim, sifət, mövsuf, bunları danışır əslində. Deyir ki, bunlar ancaq öz dilləri içində gözəldir. Hər dilin öz içində bunlar öz dilinə aid gözəl olur. Fərqli olur özdə. Bir dildə görürsünüz ki, muzaf, ək, bizdə ək deyirlər. Güney Azərbaycanda ək deyirlər. Yəni, o şey ki, kəlmənin axirinə ək olur, əlavə olur. Ona ərəbcə muzaf deyirlər. Muzaf, muzafun ileyh deyirlər. Bunlar onları danışır. Dilin içindəki vahidlərdən danışır. Cümlənin içindəki vahidlərdən danışır. Amma deyir ki, hər dilin özü üçün gözəl olar. Məsələn, sifət mövsuf ingiliscədə bir cürdür, almancada bir cürdür və normalda da burada çox sifət mövsuf işlətmirlər. Çünki hər zaman ki bir dilə çox sifət işlətdiniz, sifətlər qəzavətdirlər. Bizim zehnimizə aid pişdavəri deyirlər farsça. Bunlar həqiqət deyirlər. Bizim baxışımızı göstərir, qəzavətimizi göstərir. Biz insanları qəzavət edirik. Filankəs üçün başının tükünü uzaldıbdır, qeydir. Çün tiğə ilə üzün qırxır, bu da elədir. Çün o saqqalın qoyub belədir. Çün bu matih vurur, belədir. Çün o... Bunlar hamısı bizim qəzavətimizdir. Bu qəzavətlərin heç birisi doğru deyil. Çünki bizim geriyə qalmışlığımızı göstərir. Ki biz insanları görüntüləri ilə qəzavət edirik. Bunun üçün deyir ki, bir qadının olduqca gözəl olduğu olan gözlərini və ya burnunu başqa bir qadının özünə axtarınız, üzünə axtarınız. Deyir ki, məsələn, bir xanımın üzündə bunun burnu, gözü yaraşıqlıdır, ya vardır, onu gözəl göstərir. Deyir, onu siz indi burada xanımın üzündən götürün, yaraşdırın bir ayrı xanımın üzünə. Yaraşmaz. Çünki hər şey özü... İttifaqən mən bir dana əziz, hörmətli dostum var Torontoda, Kanadada. Bu xanım çox gözəl idi. Burnu da gözəl idi, özünə yaraşırdı. Getdi Təbrizdə bu əməl elədi bu burnuna. Calibdir, bu xanım mənim nəzərimdə gözəlliği aradan getdi. O birisi xanımların birinə bənzədi. Yəni, itdi, bu xanım itdi, özəllikdən çıxdı. O halda ki, eləyə bilərdi, elə o gözəlliğini saxlasın. Pəs, bir qadın olduqca, yəni, oracan ki mümkündür. Olduqca, yəni oracan ki mümkündür. Gözəl olduğu olan gözlərini ya burnunu, onun gözəl gözlərin, o gözləri ki, oracan ki fikir eləmişsiniz, gözəl göstərsə eləyin. Bir dana xanımın üzündə, ya burnun, deyir onu başqa bir qadının üzünə axtarınız. Bir xanımın üzünə axtarınız. Diqqət buyurun, bu çox gözəl kəlmədir. Axtarmaq bizim Güney Azərbaycanda bir şeyi araşdırmaq anlamındadır. İstanbulcada və ədəbi dildə axtarmaq bir şeyi bir ayrı şeyə aparmaq, dəyişdirmək, qoymaqdır. Məsələn, deyir ki,
bu adamın burnunu o adama axtarınız. Yəni axtarınız da hörmət əlamətidir və cəm əlamətidir. Biz bir insana hörmət qoysaq, bir digər hörmət qoymasaq deyirik sən. Siz deyəndə olur cəm, hörmət qoyuruq. Fərdidir, amma biz buna deyirik siz, cənabız. Bu olur hörmət, ehtiram. İndi axtarınız, yəni cənabız, sizlər axtarın, yəni onu qoyun onun üzünə, xiyal eləyin heç olmasa. Bunları orada çirkin görürsünüz. Bu gözü bu adamdan götürsəz gözəl gözə, ən gözəl gözü bu gözəl xanımın üzündən götürsəz qoysaz bir ayrı xanımın üzünə, o da gözəldir əlbəttə. Görəcəksiniz ki, onun gözəlliyi dəydi bir-birinə. Çünki ona yaraşmır. Hər şey öz yerində gözəldir, istir desin. Bunun kimi dilin kəlmələri və tamamaları da dilin hər sözü və kəlmələri, o şeylər ki, onu təkmil edir, öz cümlələri içində nə qədər gözəlsə, başqa dillərin cümlələri içində o qədər çirkindir. Pəs hər dilin kəlmələri və cümləni tamam eləyənlər, əklər, bizim dedim ədəbi dildə indi Güney Azərbaycan ək deyirlər, muzaf-muzafin iləhlər deyək. Bunlar deyir, hər nə qədər bir öz dilimizdə gözəl olursa, başqa bir dilin içində o qədər çirkin görünər. Məsələn, siz fars danışırsınız, içində türkü kəlmə işlədirsiniz. Ya İngilis kəlmə işlədirsiniz. Zahirən kilas qoyursunuz. Amma əslində o gözəl görsənmir. Məsələn, okey. Yəni, məsələn, yamaq kimi bir şeydir. Elə bilin ki, biri ağ paltara qırmızı yamaq vurasınız. Okey. Türkçe danışıram, hərdən deyəm ki, objective, collective. Heç kəs başlamadı mən nə deyim. Çünki bu dilin deyil, bu başqa dilindir. Türkçülərə görə bir dil başqa dillərdən özündə eyni anlamda kəlmə bulunması şərti ilə kəlmələr almışdır və ala bilir. İndi türkçülər, yəni türk, indi məsələn bəzilər deyirlər faşist, türk faşisti deyirlər. Türkçülərə görə türk dilinə əhəmiyyət verən, türkçülüğə əhəmiyyət verən insanların nəzərində, onların nəzərində, fikrində bir dil başqa dillərdən özündə eyni anlamda kəlmə bulunması şərti ilə. Bulunmaması şərti ilə bəşdir. Deyir ki, türk dilində, məsələn bizim dilimizdə, ya hər bir dildə, bu şərtlə ki, özünün bir sözə aid kəlməsi yoxdur. Məsələn, deyək qələm. Məsələn, qələmi misal vuraq. Deyir ki, bu vəsiliyə aid bir dildə söz bulunmaması halda, yəni şərti ilə, yəni tapılmasa, bulunmamaq, yəni tapılmamaq. Bulunmaması halda şərti ilə, yəni əgər bu vəsiliyə, ya bu vəsiliyə ad tapılmır, söz yoxdur, kəlmə yoxdur, deyir bu şərt ilə ki, söz olmasa, başqa dillərdən eyni anlamda buna aid fəqət mobil kəlməsini işlədə bilərik. Qələm kəlməsini işlədə bilərik. Məsələn, kompüter kəlməsini işlədə bilərik. Niyə? Çünki, məsələn, bizim dilimizdə buna bir ad yoxdur. Pəs beləsi oldu. Bir dil başqa dillərdən özündə aynı anlamda, yəni aynı anlamda buna qələm deyilir, biz də buna qələm deyirik. Aynı anlamda kəlmə bulunmaması şərti ilə. İndi məsələn biz qələmə deyək ki, yazar məsələn. Əgər biz buna yazar dilimizdə varsa, buna yazar deyə bilirik, gərək bunu qələm deməyək. Bunu istir desin. Başqa dillərdən, yəni özgə dillərdən özündə eyni anlamda kəlmə bulunmaması şərti ilə, yəni bizim dilimizdə ya hər dildə bu şərt ilə ki, bu şeyə bir anlam yoxdur, bir kəlmə yoxdur.
kəlmələri almışdır və ala bilər. Deyir ki, onda xarici dildən kəlmələr almışdır dillər, bizim dilimizdə, həm də ala bilər. Çünki almasa qalar. Biz əgər bu mobayla bir ayrı ad verə bilmirsək, dilimizdə yoxdursa əvvəldən, bunu almasaq, bu texnolojini işlədə bilmərik. Bununla əlaqə qura bilmərik. Bunun haqqında danışa bilmərik. Bunun haqqında yaza bilmərik, fikir alver eləyə bilmərik. Onda məcburuq, çünki dilimizdə yoxdur, o kəlməni alarıq, o cürsü, amma fəqət buna işlədərik, ayrı şeyə yox. Fəqət bir dil başqa dillərdən kip almaz. Vəc və siğə. Deyir ki, diqqət buyurun, burada bir kəlmə işlətdi, bunu biz çox gözəl. Deyir, fəqət bir dil başqa dillərdən kip almaz. Kip nədir? Diqqət buyurun, özü yazır parantez içində, dırnaq arasında yazır ki, vəc və siğə. Vəc və siğə almaz. Yəni, məsələn, deyək ki, zərəbə, zərəba, zərəbu. Biz zərəbunu oradan almarıq. Bir kəlmənin çoğul biçimi də kəlmə deyil, çəkimdir. Bir kəlmənin deyir çoxluğu, çoğul biçimi də kəlmə deyil, çəkimidir. O kəlmənin çəkimi deyir ki, çox mühümdür. Bunlar getdi ədəbiyyat üzünə, o dilçilik üzünə. Mən mütəəssifanə dilçilikdən heç zat bilmədiyim üçün burada heç zat anlamıram əslində. Dilçilər bu hissəni qəşəng izah elərlər. Mən mütəəssifanə izah eləyəmirəm, özümə də izah eləyəmirəm. Kəlmənin çəkimi nə demək olar, mən bilmirəm. Bilmədiyim üçün heç burada çox qalmasam yaxşıdır. Buna görə ərəbcə, əcəmcə çoxul kipləri də dilimizdə kullanılmaz. Deyir, buna görə ərəbcənin ya əcəmcə, yəni farsların çoxul üstə dedi ki, nədir? Bu da bir sözdür, bilmirəm, qoy çoxulu da yazım. Çoxul. Bunu da baxaram bunlara, bu kəlmə, bu paragrafı gərək kamilən bir də baxam. Kipləri də dilimizdə kullanılmaz. Hər halda o ki deyir, o öz dildən gətirirsiniz, deyir, onu biz öz dilimizdə istifadə eləmərik. Onlardan kullanılmaz, yəni istifadə olunmaz. Çox şeylər bilmirəm. Görürsünüz daha nə qədər türküdə zəifuq. Mən zəifliyimi görürəm özümdə. Sizlər özünüz bilərsiniz. Ərəbcə oldu. Hara gəldik? Dedik ki, türkcəni yenidən düzənləmək üçün bu dildən bütün ərəbcə və farsca kəlmələri deyil, ərəb və fars qurallarını atmaq. Ərəbcə və farsca kəlmələrdən də türkcəsi olanları çıxararaq, türkcə qarşılığı bulunmayanları dildə buraxmaq lazımdır. Gözəl, bura dedim, orada ki, farslar məsələn kollən bedunə bir qaidəsiz bir şey halda tamam dilləri silirlər. Dillərdən gələn kəlmələri, xüsusən türküdən və ərəbdən. Amma bu görün nə deyir? Deyir ki, türkcəni, bizim yəni türkümüzü yenidən düzənləmək üçün biz istiruq indi, məsələn, Güney Azərbaycanda biz istiruq, bu o zaman yazıbdı, 100 il bundan qabaq yazıbdı. Biz indi özümüzü o zamanda görürük. 100 il bundan qabaq Türkiyədə olan dilin vəzi, durumu bizim indi Güney Azərbaycanda olan dilin durumu vəzindədir. İndi deyir, türkcəni yenidən düzənləmək üçün, yenidən biz istəyək, türkcəni düzəldək, düzənləyək, yəni bir-birinin arxasına düzək, bunu düzəldək, rədif eləyək, sərüsaman verək türkcəsi, farscası. Düzənləmək üçün, buna səhman vermək üçün bu dildən bütün ərəbcə, farsça kəlmələri deyil. Deyir, biz bu türkcədən tamam xarici kəlmələrin hamısını silmək lazım deyil. Ərəb və fars qurallarını atmaq. Deyir ki, biz ərəbdən, farsdan ya ayrı dillərdən gələn qaidələri, qanunları, dil yazı dilimizə girib,
onları atmalıyıq. Ərəbcə və farsca kəlmələrdən də türkcəsi olanları çıxararaq deyir, əgər bir ərəb dilindən bir şeylər istifadə edirik, faydalanırıq. Farscadan, ya ingiliscədən, ya ruscadan, ya almancadan, ya fransızcadan, fransız dilindən bir şeylər yararlanırıq, yəni istifadə edirik. Amma onların türkçəsi var. Deyir, türkçəsi olanları qəbul eləməyək, ataq eşiyə. Lazım deyil, biz kilas qoymaq üçün dilimizdə olan sözü işlətməyək, onun xaricəsini işlədək. Özgə dilindən işlədək. Bundan müxalifdir. Ərəb və fars türkçə qarşılığı bulunmayanları dildə buraxmaq lazımdır. Amma dilimizdə bir şey vardı ki, bizim dilimizdə ona qarşısı yoxdur. Onu deyir, saxlamalıyıq. Hər dildə nə olur olsun, onu saxlamalıyıq. Burada dilsi dedim, dilsi olduğu üçün biraz şeydir. Eyni zamanda hər hansı bir dilin mükəmməl olması hər kəlməsinin yalnız bir anlamı, hər anlamının da yalnız bir kəlməyə sahib olmasıyla meydana gəlir. Deyir ki, eyni zamanda hər hansı bir dilin mükəmməl olması üçün kəlmələr, sözlər lazımdır. Tamam. Mükəmməl, yəni kamil da. Hər kəlməsinin yalnız bir anlamı, hər kəlmənin yalnız bir anlamı var. Bir anlam, məna, məfhum, düşüncə. Hər anlamının da yalnız bir kəlməyə sahib olmasıyla meydana gəlir. Deyir ki, hər bir məfhum ki zehnimizdə var, anlam ki zehnimizdə var, ona aid də bir kəlmə olmalıdır. Meydana gəlir, tamam. O halda yeni türkcəni, biz Güney Azərbaycanlılar da belə, indi bunlar 100 il bundan qabaq Türkiyədə bunu bəhsdə aparırdılar. O halda yeni türkcəni, yəni biz yeni bir türkcə Güney Azərbaycanda istiruq yaradaq məsələn, hər kəlməsi yalnız bir anlama gələcək. Pəs bizim türkcəmizin hər kəlməsi bir mənanı daşımağa məcburdur. Yalnız, yəni təhcə bir anlama, bir düşüncəyə gələcək. Və hər anlamı da bir tək kəlməyə sahib olacaq. Və hər anlamı, yəni dilimizdə olan hər anlamı da bir tək kəlməyə sahib olacaq. Hala salmalıyıq. Hala salmalıyıq. Yəni, hər kəlmə bir sözü, bir məfhumu daşıyacaq. Hər məfhum da bir kəlməyə sahib çıxacaq. Bunu o hala salmalıyıq, o hala gətirməliyik. Avropa dilləri bir-birlərindən qolayca çeviri yapabilirlər. Deyir ki, Avropada olan dillər, Fransa, Alman, İngilis, Rus, Finland, hər nə dil ki deyirsiniz, deyirlər ki, qolayca, rahat. Türkçədə rahat ərəbcə kəlmədir, farsaya giribdir, farscadan da girib türkçəyə. Deyir, onun yerinə biz qolay kəlməsi işləyirik, yəni rahat. Qolayca çeviri yapabilirlər, bir-birlərinə çevirə bilirlər. Çünki İngilis, Alman, Rus, İtalyan və digərləri dillərinin hər kəlməsi fransızcanın bir tək kəlməsinə qarışıq gəlircəsinə bu dillər arasında bir paralellik meydana gəlmişdir. Deyir ki, bu dillər ki saydı İngilis dili, Alman, Rus, İtalyan və digər dillərinin hər kəlməsi, hər dilin özündə olan hər kəlmə fransızcanın bir tək kəlməsinə qarşılıq gəlircəsinə, yəni deyir ki, Fransada hər nə bir kəlmə ki vardı, onların dillərində ona qarşı, yəni müqabil. Müqabil, qarşılıq gəlircəsinə, yəni qarşına bir şey var. Bu dillər arasında bir paralellik. Bu dil paralel nə demək? Muvazif.
ərəbcə sözdür, muvazi gedir. Deyir ki, muvazi sözlər var. Bu dillər arasında bir paralellik, muvazilik var. Yəni, məsələn, fərz buyurun, bu deyir, okey, o da bir ayrı bir şey deyir, onu işlədə bilirlər. Çünki bir-birlərindən çox alver eləyiblər. Meydana gəlmişdir. İşte bizdə yeni türkçəyə bu biçimi verməyə çalışmalıyıq. Deyir, biz də yeni türkçəni yazmaqda Osmanlı türkçəsindən geçirlər yeni türkçəyə. Deyir ki, biz də bu türkçəni yazmaqda yeni türkçəyi bu biçimi verməliyik. Yəni, hər kəlməyə bir məfhum, hər məfhuma bir kəlmə, iki kəlmə yox. Farscanın, məsələn, bu arada çox, məsələn, bir kəlməyə 10 dana kəlməsi var. Bir məfhuma. Bir kəlməyə də 10 dana məfhumu var. Olmaz. Əziz dostlar, burada 12-ci səhifəyə girdik. Burada elə bəhsi saxlayaq. Yarın ömür olsa kitabın 12-ci səhifəsindən davam verərik. Mən indi bunun əksini salacağam, qoyam burada hər kəs dostlar istəsə oxuya bilər. Çox sağ olun, təşəkkür edirəm. Əgər fikriniz olsa, ya kəlmələri ki mən bilmədim, onlara görə nəzəriniz olsa yazın, ya mənə xüsusi göndərin, ya orada yazın. Mən bunları oxuyacağam və faydalanacağam. Sizin hamınıza təşəkkür edirəm. Gecəniz xeyrə qalsın, sağlıq və səlamət qalın. Həmid bəy, çox sağ olun. Əleyküm səlam, var olasınız. Mən buranı bağlıram, çünki çox uzun oldu. Umaram ki, orada xüsusi danışa bilərik. Sağ olun, sağ qalın, gecəniz xeyrə qalsın.